Faiq müəllim buradadır, Ağa Kərim əmi olmaq şəriklərən bütün hamımızı inşallah tədbir işçilərini hamısını salamlayıram. Məktəbimizin direktoru olmaq şərti ilə şəxsi heyətləri hamısı buradadır. Hamınızı Allahın salamı ilə salamlayıram və tədbirimizi inşallah açıq elan edirik. Peyğəmbər və Ali Peyğəmbəri salavatla yad edir. Allahümmə səlli əla Muhammed və Ali Muhammed. Tədbirimizin inşallah açıq elan olunmağından ötürü cəmi şəhidlərimizin bir anlıq ruhları istirahətini sükutla yad edir inşallah. Allah razı olsun hamınızdan. Əbzıvan oğlunun şəhadətə ucaldığı gündür. Bunun münasibətlə yığışmışıq. Gələn ayaqlarınız var olsun. İlk növbədə bütün şəhid valideynlərini salamlayıram. Eləcə də burada məktəb kollektivi iştirak edir. Burada çox məktəblər, mən hətta Şirvan şəhərindən gələn məktəbləri görürəm. Gələn ayaqlarınız var olsun. Samira müəllimə gəlin, yaxına gəlin. Bu günləri bilirsiniz ki, həmən günlər təkrarçılıq olmasın, 44 günlük vətən müharibəsinin deməli şəhidlərinin anım tədbirləridir. Demək olan hər gün olur, hətta bir gündə ikisi olur. Yəni bizim də borcumuzdur, mənəvi borcumuzdur. Həm Qarabağ döyüşçülərin ictimai rəhbəri kimi, həm qazi kimi, döyüşçü kimi bir mənəvi borc bilib bütün tədbirlərdə çalışırıq, iştirak edir. Və hesab edirəm ki, bu bütün vətəndaşlarımızın xüsusilə hansı kənddə, hansı kəndin şəhidini tədbirdirsə, o kəndin insanları, cəmaatı, birinci, ikinci Qarabağ savaşının döyüşçüləri iştirak eləmək onların ümumiyyətlə birinci borcudur. Allah sizləri var eləsin. Yəni bizim bilirsiniz 88-ci ildən başlanmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində artıq 91-ci ildə müharibə sülhsüzlüyü. Biz sülhsevər xalqıq. Amma o 27 sentyabr 2020-ci ildəki başladı müharibə, bu bizə çox lazım idi. Bunu görürük. Onların hamısının qanını aldı. Bizim Mən Səbrabazdan sonra gələn qonaqları yaxından uzaqdan hər birini salamlayıram. Çox sağ olun ki, bugünkü tədbirdə şəhid anamızı, şəhid atamızı tək qoymadınız. Görürəm, möhtəşəmdir. Sağ olsun məktəblər. Hər kəs bax birinciyinə şəhidi yaşatmaq lazımdır. Deyəndə ki, deyirlər Allah sizə səbir versin. Səbir olsa biz bu balaları könüllü olaraq onlar canlarından keçdilər. Bu günləri hansı ki tədbirdən yapışdırmış Şahin balamız. Allah ruhunu şad versin. Qazidir, buyur. Əziz və hörmətli tədbir iştirakçıları, ilk öncə şəhid ailələri başda olmaqla bütün qonaqlarımızın hamısını salamlayıram. Yaxından, uzaqdan burada iştirak edən insanlarımızın hamısını salamlayıram. Bildiyimiz kimi bu günləri Hümbətov Şahin Ərzbanoğlu'nun bu günləri 5-ci il dönümüdür. Bu münasibətlə burada hamımız iştirak edirik, yad edirik. Allah Ərzban qardaşımıza da, elə şəhidimizin anasına da səbir versin, yaxınlarına səbir versin, əzizlərinə, istəyənlərine səbir versin. Faiq qardaşım, Allah səndən də razı olsun ki, çox sağ ol ki, bizim bu məclislərin hamısında 30 ildən yuxarı iştirak edirsən. Təşəkkür edirəm sizə. Yəni mən Faiq qardaşımla uzun müddətdir, yəni bir yerdə çalışmışıq. Ancaq mən deyim ki, bəlkə Faiq qədər hərbidə bu cürlə şəhidlərimizin tədbirinə yanaşan bir insan mən görməmişəm. Çünki qazilərdən danışıram mən, veteranlardan danışıram. Çünki neçə ildir bu yolda yox. Mən gedə bilmədiyim yerlərdə də Faiq müəllim gedib mən görmüşəm. Mücavid kimi balalarımız, yəni yanımızda qardaşlarımız olub. Biz onların döyüşünü görmüşük.
Yani bizim evleri yandırırdılar, biz o uşaqlar dayana bilmirdi. Yani qərar verilməsində gedirdilər, o evləri koymurdular yandırmağa, yani onları məhv edirdilər. Yani o uşaqlarımızın sayesinde qalıb. Yani cəsarətli uşaqlar olub orada döyüşən uşaqlar. Qazilərimizə də Allah'tan şəfaat diləyirəm. Veteranlarımıza can sağlığı diləyirəm. Allah ölkə başçımızı qorusun ki, ölkə başçımız Cənab Prezidentimiz İlham Əliyevin sayəsində o torpaqlarımız alındı. Çünki səriştəsiz ölkə başçısı tərəfindən, yəni ki, biz çox pis vəziyyətə, gülünc vəziyyətə düşmüşdük. Yəni bizim texnikalarımız da olub. Azından çoxundan olub. Bizə ancaq müharibə bölgəsində onu çamı qiymət versin. Yani yine de çok sağ olun, var olun. Yine Allah halkımızı, devletimizi korusun. Allah mehribançılığımızı elimizden almasın. Darımızın daima yaşamağına bir gösteriştir, bir necə deyərlər. Allah gələn ayaqların var eləsin hər kəsin, bütün kətdən, qıraq yerdən, Şirvandan gələnlər var. Mən bir məqama toxunmaq istəyirəm. Həqiqətən də bugünkü gün min şükürlər olsun ki, mən yanvar ayının 6-sında bilirsiniz də, çoxları bilir, dəfn elədim o itkini görə deyirik. Mən Allah şahiddir ki, mən elə bir vaxt olurdu ki, deyirdim Allah, heç olmasa mən, bəli, elmək üçün necə olur olsun onu demək çətin olsun ki, heç olmasa övladımla bir üzün tapım, ancaq tapım gözü yılısın. Allah, dövlətimizin köməkliyi ilə, Allahın köməkliyi, onlar da tapılar, dəfn olmalı, hər kəsən gözü yılışır. Axırda söz verəcək. İndi şəhid analarından çıxış eləmək könüllü yoxdursa, bizim elə Nargilə bir-birinə Şəhid Bəxtiyarın anasıyam. Mən Əskərli Aydəniz Elbrus oğlunun anasıyam. Polat Doğa kəndi. Nargilə anamıza səbir diləyirəm. Şəhidin ruhu şad olsun. Burada 4 dənə şəhid var. Şahin, Elton, Əfsun, Təbriz. Hamısının ruhu şad olsun. Mən də Xüsusi Qüvvələrin əsgəri, Əsgərov Firavanın anasıyam. Mən öz oğlumla fəxrləyirəm. Fəxrləyirəm ki, belə bir icidin anasıyam. Allah şəhid analarına, atalarına səbir versin. Nargilə ablasıya, qardaşımıza da səbir versin. Birinə demişdim, yox, çıxıb. Mən şəhid anaların, ataların salamlayıram. Xoş gəliblər. Müəllimlərə təşəkkür edirəm. Müəllimələrə təşəkkür edirəm. Öz kəndimizin müəlliməsi Nurda müəlliməyə təşəkkür edirəm. Mən də Mirzəyev Eltonun anasıyam. Nargilə alama səbir diləyirəm. Gözüm diləyirəm. Bütün şəhid analarına, atalarına səbir diləyirəm. Mən də Daşqanın mamasıyam, Polat Doğandan. Allah da Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid atalarına, analarına səbir versin. Mən Mayor Cəbərov uşaqların anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Hamiyə atıya Allah səbir versin, yaxınlarına səbir versin. Allah hamıdan razı olsun. Mən Axtası kəndinin şəhidi Budaqlı İsmailin anasıyam. Allah Nargilə bazamıza səbir versin, ailəsinə, balalarına can sağlığı versin. Allah səbrinizi versin. Mən də Həşimxanlı kəndindən gəlmişəm. Əkbərov Rahilin maması. Allah bütün şəhidlərə rəhmət eləsin, yerləri cənnət eləsin. Balaların Allah Taala balalarını saxlasın, körpələrin saxlasın. Nargilə ana, Allah iki bu körpə balaları gözünüzə çıraq eləsin. Allah atalarına layiq evlad olsun bu körpə balalar. Mən də o iki balalarım onların içində. Allah səbir versin ana. Mən də hamını salamlayıram. Nargilə anaya, ailəsinə səbir diləyirəm. Cəmi şəhid valideynlərinə səbir diləyirəm. Mən də Səbrağa Dirayım, Rəcal Kəmiliyəm, şəhid Akşin Ağayevin anasıyam. Mən də dünənləri il dönüm eləmişəm.
Yəni bu bizə çox çətindir, şəhid analarına çox çətindir ki, uşaqlarına ildönüm eləmək. Çünki bizim yaramız sağalmır, hər il eyni günü yaşayırıq biz. Mən də hamıda cəmi şəhid valideynlərinə bol səbir arzulayıram, can sağlığı arzulayıram. Bir də ölkəmizə müharibə qismət olmasın. Analar gözü yaşlı, yarlar gözü yaşlı qalmasın. Mən də şəhid Elxan müəllim anasıyam, Qəzli kəndinə gəlmişəm. Bu günləri balamızın 5-ci il dönümüdür. Allah Nargilanıya səbir versin, atasına səbir versin, ailəsinə, cəmi şəhid ailələrinə Allah Taala səbir dözüm versin. Quruzma kəndindən gəlmişəm. Həsənov Həsənin mamasıyam. Artıq Allah bütün şəhid analarına, şəhid atalarına səbir diləyirəm. Mən öz balamın özündən sonra bir körpəsi dünyaya gəldi. Biz o ilə fəxirləyirik. O evə gələndə mən onun ayağının altında qurban demişdim. Ancaq balasının ayağının altında kəsdik o qurbanları. Allah bütün analara səbir diləyirəm. Mən gələnlərə çox sağ ol deyirəm. Bacımıza Allah səbir, dözüm versin, ailəsinə səbir, dözüm versin. Mən şəhid Əfsanın anasıyam. Çox sağ olun ki, gəlmişsiniz. Bütün şəhid analar, atalar, hamısını salamlayıram, gələnlərin hamısını salamlayıram. Mən İmanov Əlinin anasıyam. Qarıçuğunda şəhid olmuşam anasıyam. Hər bir anaya, ataya səbir diləyirəm. Bir də o deyirəm ki, Allah bu 5-ci il dönümü mənə də eləməyə qismət eləsin. Çünki hələ mən 1-ci ilini eləməmişəm. Mən də Sabirovanın Qaraqaşlı kəndindən gəlmişəm. Antiterror şəhidi, özü Xocalda şəhid olan UNİK məzunu şəhid Məmməd Həsənov Qasimin anasıyam. Allahdan atıya, anıya səbir diləyirəm. Mən də Sabiravadan Ulacalı kəndindən gəlmişəm. Antiterror şəhidi Muradov Əzbəyin anasıyam. O 8 polisdən biri. Həmin Əzbəy ki, 44 günlük müharibədə Qarabağ şikəstəsinin qarmonda, piyaninada ifa eləyən, sonra da lokal antiterror əməliyyatında 5 kəndi alıb, axırda ermənilər onlara tuzaq vurdu, minaya düşdülər. Bütün şəhid analarına, atalarına, yarlarına səbir diləyirəm. Allah bütün yer üzündə nə qədər analar, atalar var, Allah hamımıza səbir versin. Şəhidin balaları varsa, Allah onun balasını saxlasın. Anıya, atıya dözüm deyirəm, qardaşlarına, bacılarına, yarlarına can sağlığı versin ki, atanın görmədiyi gün o yararlı balalarını eləsin. Siz də sağ olun, Faiq mənim. Mən də Sabiravad rayonunun Buldu kəndindən gəlmişəm, Əliyev Vahabın mamasıyam. Evin tək bir oğlu idi. Çırağımı söndürüb. Ona görə də bütün şəhid analarına, atalarına səbir diləyirəm. Çox sağ olun deyim, müəllimlər heyətinə, hamısına. Çox sağ olun ki, bizi belə yada salırsınız. Mən də hər kəsi salamlayıram. Mən də Sabiravad rayonunun Əçələr kəndi, xüsusi təyinatlı Tağıyev Vladın anasıyam. Anamıza, atamıza bu günləri boluca səbir arzulayıram. Allah səbirlərini versin. Allah iki körpəsini ömür versin onlara, xoşbəxt eləsin. Anasıyam. Xüsusi təyinatlı Gizri Quliyev Akşenin anasıyam. Çox çətindir bizə. Nafilə ana, Allah səbrimizi versin hamımızın. Allah ailəsinə can sağlığı versin, övladları böyütsün, atasına layiq övladlar olsun. Mən də tədbir iştirakçıları salamlayıram. Cəlilabad rayonundan gəlmişəm. Dəmirov Həsənin anasıyam, xüsusi təyinatlı. Nargilə anamıza Allah can sağlığı versin, yoldaşına, ailəsinə, Şahin'in ailəsinə, balalarına, istədiklərinə
can sağlığı versin. Şahin mənim balam, Yiğitgəzin balasıdır. Mənim balam hər il gələrdi. Balamla dost idi, Pərviz balamla. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Ailələrinə səbir versin. Mən də Mehdiyev Nüsrətin anasıyam, əskər. 2 gün idi qalırdı gəlməyinə, şəhid oldu. Bütün şəhidlərin ruhu şad olsun, yerləri məqamları uca olsun, cənnət olsun. Atasına, anasına, balalarına, ailəsinə səbir dözüm versin. Zəmirə gör danışmaq istəyir. Mən də Sabrova doyalım, ona Gəncəli kəndindən gəlmişəm. Azərbaycanın milli qəhrəmanı, polkovnik leytenant, xüsusi təyinatların briqada komandiri Mirzəyevin anasıyam. Bütün hamıya səbir, arzu edirəm ki, həmişə balalarımızı belə yaşamaq, onların balaları yaşamaq. Ailələrinə də səbir dözüm arzulayıram, analarına da Allah onları atalarının yerində yurtcu eləsin. Yaxşı atalarına layıq bala olsunlar. Gəlinlərə də səbir dözüm arzulayıram. Sağ olun. Mən də əvvəli şəhid ailələrin, ataların, anaların salamlayıram. Allah onlara bol-bol səbrindən versin. Gələn qonaqları salamlayıram. Mən də Sabirabad rayonunun Zəngan kəndindən Məmmədov İsmailin anasıyam. O İsmailin anasıyam ki, yaralı 44 günlük müharibədə Şuşaya dırmaşıb, əl və yaxa vuruşub, Şuşanı alıb qələbəyə görməyən İsmailin anasıyam. Bütün atalara, analara Allah'tan bol-bol səbir diləyirəm. Onların ailələri, balaları, atalarına, analarına layıq evlad böyüsünlər. Saf canla uğurları bol olsun, saf canları olsun. Allah evladı olmayanlara da bol-bol səbrindən versin. Atasına, qardaşına bol-bol Allah'tan səbir diləyirəm. Sağ olun. Ben Mustafayev Sülavə, Qarağaç kəndindən. Mustafayev Məzahir'in anasıyam. 2 anasıyam. 31 ildir mənim balam yoxdur. Allah rəhmət eləsin şəhidlərə. Allah o dünyaları versin. Bu şəhid analarına nətər deyim, xoşbaxtlıq arzulayıram mən ki, onlar xoşbaxtdır. O itkin anası başqa şeydir. 31 ildir mənim balam yoxdur. Mən eşidirəm deyirlər təzəlikdən gəlib. Dedim, hələ onun biri də mənim qapıma gəlib. Gələr inşallah, gələr. Heç nə deməyirəm, hamımız bu eləyir. Hamımız bu eləyir ki, mənim də balam gəlsin. Gələr inşallah. Mən məzarın anasıyam. Allah belə rəhmət eləsin şəhid analarına. Allah səbir versin. Nargiliyə də, ona atasının anasına. Onun kəndindən gəlmişəm. Xüsusi təyinatlı Gizir Əliyev Heydərin anasıyam. Mən şəhidimizin və bütün şəhidlərimizin atasına, anasına səbir diləyirəm. Hər şey salamlayıram. Bugün Şahin balamızın cənnətdə 5-ci dönümüdür. Cənnəti mübarək deyirəm, şəhid bala. Cənnəti mübarək deyirəm, 2 evlad qoyub vətən üçün, el üçün. Allah o balalara yaxşı ömür, sağlam can versin, həyat yoldaşına can sağlığı versin. Mən onu həmişə deyirəm, dünən də deydim, o şəhid yarım qalan ailələrinə, körpə gəlinlərə. Dedim, elə həyat yaşayın ki, o şəhidin adına layaq olsun. Mərd-mərdanə, kişi qeyrətdir. Kişi qeyrətdir, o balalarınızı böyüdün. Çünki üzlərində şəhid adı var. Şəhid evladı, şəhid yarı. Allah dünyamızı eləsin. Körpə balalara dözüm, səbir versin bala. Mən sizi görəndə dünyalarım qaralır. Kaş o nişanəsi qalmayanların da nişanəsi qalıydı. Yarlara qalıydı, biz analara bir təsəlli olaydı. Mən Sabirabad rayonu Məmişlər kəndi Fərid Hüseynovun anasıyam. Mən bu sözü həmişə deyirəm. Nə var özümə söz verirəm ki, danışmayacam, ancaq danışmağa. Danışanda deyəsim, yaz dərdim azalır. Mən həmişə deyirəm, 5.000 şəhid anasıyam.
5000 körpə anasıyam, 5000 arzuların anasıyam. Bala koyanların, dünyada nişane koyanların anasıyam, nişanesiz balaların, toysuz balaların, körpə balaların. Bəli, bağçalarım olaydı, heyvanlarım olaydı, oğul, mən bu sözü həmişə deyirəm. O virana qalmış bağında bala bir cüt barın olaydı. Allah cəmi şəhid analarına gözüm səbir versin. Nacila ana, biz ana deyirik. Nacila ana, Allah sənə səbir versin. Allah o körpələri atası kimi vətənə layiq bir evlat olsun. Allah sənə səbir versin, yolda şurada. Məkanı cənnət olsun, balalarımızın, körpələri. Mən də ən başda Sahib müəllim təşəkkür edirəm. Birinci icraçilərinə, gələnlərə, şəhid atalarına, analarına, direktorlarımız var burada. Şamama müəllim, Nuridə müəllim, bütün müəllim kollektivinə, hamına salamı deyirəm, təşəkkürümü deyirəm. Balam adından bugün təşəkkürümü deyəcəm. Analarım, xoş gəlmişsiniz. Süzüm dərkəm ürəyinizdə bizi ağrıdırırsa, ana gene de hamısına mən öz salamımı deyirəm, balamın adından deyirəm. Salam olsun analar sizə, atalar sizə. Bizi ki yad edirsiniz, Allah sizə həmişə sağlam canla sevindirsin ki, həmişə bizi belə qürurla yad edirsiniz. Şahin oğlum, balalı balam, ana qurbanlı gözlərimə, bilmirəm nə deyirsən, nə tər razısan məndən, nə tər narazısan, məni bir an uyandırır ay bala. Balalarını tapşırdın, Allaha tapşırdın, bala. Arxo yerə vuranda bir an onu deyirsən bala. Kimə tapşırdın balaları ay bala? Bizə rəhmət edirik, məkanları cənnət olsun. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Şəhid analarına səbir, dözüm, güclü olmağı arzulayıram. Məzun olub, 3 nömrəli Şirvanşəhər, 3 nömrəli Tamırda məktəbi məzun olub. Biz yəni hər dəfə tədbirlərimizdə Nagilə xanımı dəvət edirik, orada o çıxış edir. Yəni ki, hər zaman biz onu anlarıq. Salamlayıram. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəimizdir. Biz şəhidlərimizin fədakarlığı sayəsində bizim bütün torpaqlarımızı düşman toplarından azad edilmişik. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyev şəhidlərimizin xatirəsini həmişə əziz tutur, qazilərimizin sağlamlıqlarının bərpasını daim diqqət mərkəzində saxlayır. Torpaqlarımızın düşman tapdağından azad olunması uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz qonaqlar, əziz şəhid ailələri, əziz şagirdlər, mən də bir hərbi rəhbər kimi, 1-ci Qarabağ müharibəsi iştirakçısı kimi onu deyə bilərəm ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid analarının qarşısında baş əyir. Çok sağ olun. Allah size olsun. Nuridə müəllimə xəstədir, ona görə danışa bilmədi, üzrü sayın. Elə durun buradan. Millerin son nəfəsiyəm. Bugün torpaq atda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, çəksə də çox uzun zaman. Düşmənə dirədən aman, ordunun mərkəziyəm. Bugün torpaq atda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş. Cəsarətli o mərd duruş, kimsə tez unudulmuş. O hərbiyin xatirəsiyəm. Bugün torpaqda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın, mən yetim qalan uşağın, mən odu sönmüş ocağın, mən namuslu Qarabağın, Şah babamın nəvəsiyəm. Bugün torpaqda yatan həmin şəhidin səsiyəm. Həmin şəhidin səsiyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərin ruh qarşısında baş əyir. Ata, evə gələcəm. Bütün kəndə sal harar. Həyətin qapısını açıq saxla, tayba tay. Biraz da qaldır göyə,
divardakı bayrağı. Rəqsi, vəcdə gətirsin hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol, qurban ol, qəm yemə. Amandır bu xəbəri anama birdən demə. De yıxılıb azacı, əl ayağını cızır. Ona görə komandir uşağı evə yazır. Ya da de ki sürüşüb, yıxılıb, qolu çıxır. Ya da de ki darıxıb, bizim üçün darıxır. O dözməz bu xəbərə kimsə qəfildən desə. Ona görə sən özün fikirləş deməyəcəsən. Salam ata, bu da mən, görüşmürdük atandı. Quzu balam dediyin indi bir qəhrəmandır. Cəmaat mərdliyimdən hələ çox danışacaq. Eşitdikcə kələrin sevincinə qarışacaq. İndi isə son dəfə qucaqlaşaq gedirəm. Qulağıma pıçılda səninlə fəxr edirəm. Haqqını halal elə, hər şey üçün çox sağ ol. Yeməyinə fikir ver, anandan müğayət ol. Əlvida, bütün evin yükünü çəkən adam. Bir oğul tapıdına, gücü çatmayan adam. Qoparmayın, şəhid adlı yaramı. Düşmənlər duymasın bu fəryadımı. Bilmirəm, sevinim ya ağlayımı. Adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, saçını dərddən ağartma. Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanıma alışma. Adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verib ağladım. Soruşmayın, soruşmayın, niyə gözüm yaşlıdır. Mən şəhidimə lay lay dedim ağladım. Qurban olum sizdə olan qeyrətə. Öz canını qurban verən millətə. Sizə qıyam düşmən gəlsin lənətə. Göz yaşımı silib ağladım. Göz yaşımı silib ağladım. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına qovuşmuşam. Sarılaraq bayrağına qovuşmuşam. Mən şəhidəm, ölməmişəm. Mən şəhidəm, ölməmişəm. Sabahların zəfəri, Azərbaycan əskəri. Qov vətəndən düşməni, Azərbaycan əskəri. Zaman səni atıb getdi, uşaqlığın ortasında. Sən gözlədin, o gəlmədi, nə toyuna, nə yasına. Buna gəlmək demək olmaz. Hamı gəldi, hamı getdi. Bircə anan sənin üçün özünü fəda etdi. Bircə anan səni hey axtarıb arayırdı. Əllərinin qabarıyla saçlarını darayırdı. Və beləcə illər ötdü, sənin tək igid böyüdü. Nə biləydi anan səni evində şəhid böyüdü. Nə biləydi sinəsində bala boyda dərd olacaq. Nə biləydi ona şəhid anası da deyəcəklər. Nə biləydi məzarında qərənfillər lalə kimi bitəcəklər. Bilirik ki şəhid ölmür, ölməmisən, yaşayırsan. Sən əbədi ata, yoldaş, bala adı daşıyırsan. Daşıyırsan bu vətənin hər daşını, torpağını. Daşıyırsan qələbənin Şuşa adlı bayrağını. Salam şəhidin yarı, bilirəm darıxırsan. Bir ümid gələr deyə pəncərəyə baxırsan. Bilirsən gəlməyəcək, yol yoxdur daha geri. Şəhid olub igidin, cənnətdir onun yeri. Sən ey şəhid övladı, boynunu bükmə gətir. Çünki heç bükülmədi atanın şux qaməti. Şəhiddir sənin
Şehitler ölmez ahı, şehitler diri qalar. Salam şehid anası, salam şehid anası. Mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durursan. Ağappaq saçlarından nur saçılır, nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arkada ayaq itirdin. İndi bütün igidlər qardaşındır ay bacı. Sən şəhid bacısan, sənə yoxdur tay bacı. Salam şəhid qardaşı, yaş tutmasın gözünü, hər an şəhid olmağa hazır el özünü. Sənin qardaşın, sonra mənim qardaşım gedər. Sonra sən, sonra mən, sonra bütün igidlər. Dalğalandı Qarabağda bu gün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq, axıdılan qanlarımız düşmənlərdən təmizləndi. Dədə baba torpağımız, canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun mübarizə, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, tarix yazdı şanlı ordu. Xocalıda öldürülən hər can üçün hesab sordu. Görün bu 30 ildə neçə oğul şəhid oldu. Cənnətdə durarlar bugün. Şəhidlik, şəhidlik əvcə atdır. Deyin Polat Həşimova, Qarabağ artıq azaddır. Ağaran saçına, qurbanam ana, sən səslə səsini cənnətdən duyum. Səndən xahişim var, ağlamam ola, qoy ruhum şad olsun, rahat uyuyum. Bilirəm çətindir övlad itirmək, bil ki övladının cənnətdir yeri. Elə bir yoldur ki çıxdığım bu yol, əskər andından dönərmi geri? Ey mənim sevdiyim, ey mənim yarım, göz yaşını döndər məsələ. Qurulan xəyallar qalsa da yarım, neyləyim talihim, qismətim belə. Hərdən övladının saçın tumarla, qoyma gözünə göz yaşın olsun. Bilirəm ürəyin yanacaq qalma, dilimdə son sözüm, vətən sağ olsun. Qəhrəman igidlər silahını aldı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid ağlını yasına saxladı. Tarixi yazanlar oldular şəhid. Sən vətənin kökündəki bir zirvəsəni şəhidim. Bitməyən cümlələrin sonundakı bir bəhsəni şəhidim. Torpağın altında yatan ölümsüz bir cansan sən. İnsanların dilindən düşməyən igid qəhrəmansan sən. Sən ananın üzündəki əbədi göz yaşısan. Bağrındakı daşsan, gözlərinin qarasısan. Sağalmayan yarasısan, boğazında düyünlənən qəhərisən. Açılmayan səhərisən. Sən ölkənin şərəfsən, anaların balasısan, balaların atasısan. Sən hər kəsin can parçası, vətən deyib içimizdə böyütdüyümüz sevgisən. Hər tərəfdə dalğalanan Cəbrayla, Füzuliyə, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Şuşaya sancılan qanınla qırmızıya boyadım bayrağımı, azadlıq rəmsən şərifdim. Tək çiçəkli məzarım var, cənnət qoxlu adım var. Sevdi oğlum, vətən 18 ay qoruya bilmədi. Hər gün, hər gecə gözlədi yol.
Oğlu bir daha döne bilmedi. Neçə evin çırağı söndü. Çok körpə atasını göre bilmedi. Ananın hayatı zülmete döndü. Oğlu bir daha döne bilmedi.